Pensiya yaşının artırılması son zamanlar ən çox müzakirə olunan mövzulardan biridir. Xüsusilə Azərbaycanda qadınların pensiya yaşı mərhələli şəkildə artırılaraq 65 yaşa çatdırılır. İnsanlar bəzən düşünür ki, biri daha çox işləməyə məcbur edirlər, amma əsas problem bu deyil, problem daha dərindir. Düşünün ki, bir tərəfdən insanlar daha uzun yaşayırlar. Eyni zamanda digər tərəfdən isə doğum sayı azalır. Bu təxminən 20-25 il sonra o problemə gətirib çıxaracaq ki, real işləyənlərin sayı pensiya alanların sayından az olacaq. Bu da ölkədə iqtisadi yük yaradır və artıq tək Azərbaycanda yox, bir sıra ölkələrdə pensiya yaşının artırılması seçim yox, iqtisadi zərurətdən yaranmış olacaq. Ancaq 20 il sonra mən deyərdim ki, əsas problem Azərbaycanda işsizlik yox, tələb olunan bacarıqlara malik kadr çatışmazlığı olacaq. Yəqin ki, eşidirsiniz, müxtəlif platformalarda, xüsusilə LinkedIn-də şirkətlər şikayət edir ki, kadr tapa bilmirəm, iş axtarandan şikayət edir ki, iş tapa bilmirəm. Əksində bu iki real problemin ikisi də var hazırda. Bu oradan irəli gəlir ki, əmək bazarında müəyyən iş üçün tələblər var, kifayət qədər də iş axtaran adam var. Ancaq bu tələblərə uyğun kadr tapılmadığı üçün şirkətlər işçi tapa bilmirlər, işçilər də özlərinə uyğun iş tapa bilmirlər. Və bu biraz paradoksal görünsə də bu reallıqdır. Bunun bir səbəbindən biri də, mən təhsil sektoruna yönəlmək istəyirəm. Universitetlər əmək bazarındakı olan sürətli dəyişikliyə kifayət qədər eyni sürətlə ayaqlaşa bilmirlər. Yəni, düşünün ki, misal üçün, süni intellektlə bağlı artıq bazarda kifayət qədər tələb formalaşır və şirkətlər süni intellekt biliyi olan insanlar axtarırlar. Ancaq, baxın, neçə dənə universitetdə süni intellektlə bağlı fakültə var, neçə dənə universitetdə buna uyğun ixtisaslar inkişaf etdirilir və s. Düşünürəm ki, gələcəkdə əmək bazarında bu problemin qarşısını almaq istəyiriksə, təhsil sektorunda, əmək bazarında sürətlə dəyişən tələblərə uyğun siyasət strategiyası formalaşdırılsın. Əgər başqa bir qeydləriniz, başqa bir suallarınız və ya müzakirə etmək istədiyiniz mövzular varsa, kommentlərə bildirin, müzakirə edək.